razı olsun, qəbul olasınız. Bağışlayırsınız, Ruçka düşdü, üzr xahlıq elə. Hərdən olar belə şeylər. Hacı, mənim bir avam dostum var mənim kimi avam, öyle deyim də. Bir dəfə soruşdu ki, hacı siz canlı çıxış edirsiniz orada, yəni canlı gecəylə falan, deyirəm, hə, nə olub, görmürsən, orada mesajlar yazılır, oxu. Hələ deyirlər onu. Elə biləm, siz zaps edirsiniz, yazırsınız, sonra verirsiniz. İndi o bayaq ki, qələm düşdü, deyirəm, görürsünüz, o da subutdur ya. Əgər yazılmış olsaydı öncədən, o hissə kəsilərdi falandır. Mən bir dəfə öz başıma gəldi, minbərə çıxmalıyam, xütbə dəftərim gəlmişəm, tapa bilmirəm. Yazmışam, qutarmışam, qəşəng qoymuşam, kənara gəlmişəm, canlı uşaqlar deyir, nə oldu, çıxmırsan. Canlı da Quran oxuyur, qarı yazıq. Mən də ona işarə edirəm ki, nə olar, uzat elə biraz. Dəftərimi tapa bilmirəm. O yerə gəlib çatdı ki, dedim, dayı, bu cəmaat gözlüyümə olan haqqınızı eləyəm mənəm. Dedim, dayı, sənə təvəkkül edirəm, dayı, bağışda mən çıxıram, sən əlimdən tut, dayı, cəmaatın haqqını zayi eləməyim də, otar mənə vaxt ayırıblar, qulaq asırlar. Da bundan sonra özün kömək elə. Heç nə, bu qutardı, keçdim minbərə, gəldim, görüm, qoymuşam əvvəldən dəftər ora. Yadımdan çıxıb, hər yer axtaram, ora baxmamışam. Baxdım, gördüm, qabağımı, qurban olaram sənə, bu yadımdan çıxartmışam, bura qoymuş. Hacı, bunun birini də deyim, canlıda idi, bu proqramların birində idi. Planşetim bu söndü öz-özünə. Yeniləmə başladı getməyə. Adətən özüm başladı yeniləmə getməyə. Suallar gəlirlər oradan və sualları adminlər göndərirlər oradan oxuyuram. Mən nə oxuyacağım? Başladım özüm danışmağa. İndi cəmaət elə bir ki, özüm danışıram, uzadıram. Sualları oxumuram. Bəzi hallarda olur da bu öz-özünə köhnəlib, öz-özünə görsən gedir, sönür, beyni işləmir, yandırıram falan edirəm, həyəcan götürür məni. Bəzən görürsən ki, sözü uzadıram, deyirlər ki, bu nə qədər danışır bu, moderator aparıcı falan. Onun da sirrini açdım da, bütün heç nə qalmadı.